İdeal umaclı kətə reseptini sizinlə bölüşürəm. Bayrama mütləq bu reseptlə hazırlayın. İçliyi üçün unun üzərinə şəkər tozu və vanilin əlavə edib qarışdıraq. Bərk kərə yağı ilə ovub umac edək və hazırdır. Xəmir üçün yenidən unun üzərinə şəkər tozu, vanilin və duz əlavə edib qarışdıraq. Soyuq bərk kərə yağı ilə ovub umac edək. Üzərinə yumurta və sirkədə söndürdüyümüz sodanı xama ilə qarışdırıb əlavə edək. Əvvəl qaşıqla qarışdırıb, daha sonra əlimizlə çox az yoğuraq. Döymə xəmiri çox yoğurmaq olmaz. 4 bərabər hissəyə bölüb yarım saat soyuducuda soyudaq. Daha sonra bir-bir yayıb üzərinə yumurta ağı çəkib içliyin 1/4 hissəsini əlavə edək. Hər tərəfə yayıb rulet kimi bükək. Kənarlarını birləşdirib istədiyimiz formada kəsək. Üzərinə yumurta sarısını südlə qarışdırıb çəkib çəngəllə bəzəyək. 180 dərəcə isidilmiş sobada qızaranadək bişirək. Kətə bişənədək masanı bəzəyək. İlk öncə süfrəmin olmazsa olmazı sunqu salfeti ilə başlayıram. 25 ildən artıqdır ki, keyfiyyəti ilə öndədir. Sun olan süfrədə hər zaman nostalji və rahatlıq hiss olunur. Kətələr də hazır oldu. Görün necə gözəldir. Bu reseptlər çox ləzzətli alınır. Mütləq sınaqdan keçirin.